Salam əziz izləyicilərim. Bugün sizə milçə ilə mil naxışına oxşayan, yəni millə toxuduğumuz rezinkaya oxşayan, çox maraqlı, toxunması zövqü olan bir deməli ornamentin, naxışın toxunuşu haqqında danışacağam və onu sizə göstərəcəyəm. Mən o deməli texnikadan istifadə edib belə bir papaq toxumuşam. Zərli sapdan, sapın özünün belə deyək də toxunma sapdır. Makrəmə kimi olan sumka sapına oxşuyur, ancaq akreldir. Yəni sintetik deyil. Çox yumşaq, gözəl və deformasiya olmayan bir ipdən istifadə etmişəm. Ancaq siz istədiyiniz saplardan eyni texnika ilə eyni nəticə əldə edə bilərsiniz, toxuya bilərsiniz. Mən hələ ki bunu tam olaraq birləşdirməmişəm. Baxın. Çox elastik, yumşaq, diqqətlə baxanda həqiqətən bir tərs, bir düz millə rezinka toxunuşuna oxşuyur. Baxın, diqqətlə, görürsünüz. Tərsi də eynidir, düzü də. Düzdür, bir balaca gec başa gəlir, ancaq toxunması çox zövqlü, çox sadə və deməli, effektiv bir metoddur. Bu hissəsini belə eləmişəm. Klenlər var, yəni mən 4 dənə belə deyək də klenden istifadə etmişəm. Belə bir, siz sadə dümdüz də toxuya bilərsiniz. Eyni metodla baş tərəfini büzə bilərsiniz. Belə də toxuya bilərsiniz. Mən indi bunun bu hissəsini birləşdirəcəyəm. Birləşdirmə qaydasını da sizə göstərəcəm. Çox gözəl, çox sevdim. Yəni mən bu papağı toxumağı da, papağın deməli formasını da çox sevdim. Deməli bizə lazım olacaq orta qalınlıqda sap və 3,5 nömrəli mildən istifadə edirəm. Sap 250 metrlik ipdir, yəni ipimiz, sapımız yarı akril, yarı yun sapdır. Siz papağı və yaxud da şərfi hansı sapdan, hansı ipdən toxumaq istəyirsinizsə, o sapı götürə bilərsiniz və ona uyğun milçə götürə bilərsiniz. Mən sizə bugün nümunə göstərəcəm. Ona görə də az ilmə yığıb onun üstündə deməli çalışacağım ki, sizə başa salım. Təxmini 25-30 ədəd zəncir toxuyacağım. Milçə ilə toxuyanda həmişə ilk ilmələri bir balaca boş toxuyun. Əgər toxunuşunuz sıx toxunuşdursa, yaxşı olar ki, bir nömrə böyük mil və yaxud da milçə götürəsiniz. Onda toxunuşunuz çox yaxşı alınacaq. Əksinə, əgər əliniz öyrəşibsə, boş toxuyursunuzsa, boş toxunuşlarla, onda yaxşı olar ki, toxuyacağınız mildən və yaxud da milçədən bir nömrə balaca götürəsiniz ki, o toxuduğunuz gözəl alınsın, naxışlar gözəl görünsün. Baxın əzizlərim, deməli biz birinci dəfə axırdan ikinci ilməyə girib, yəni bu şəkildə sadə bir toxunuş toxuyuruq. İp götürmürük, yəni ipsiz sütundan istifadə edirik. Baxın, hər ilməyə bir-bir milçəmizi batırıb toxuyuruq. Bəzi tələbələrim deyir ki, sürətli toxuyursunuz. Ona görə indi çalışıram ki, yavaş-yavaş toxuyum ki, yeni öyrənənlər də başa düşsünlər. Əli öyrəşib əlbəttə, mən də video çəkməkdə çox da peşəkar deyiləm, ona görə təzə-təzə başlamışam video çəkməyə. Əgər bir qüsurum olursa, sizdən üzr istəyirəm buna görə. Ancaq təkliflərinizi, iradlarınızı rəy bölməsinə yaza bilərsiniz. Sizin fikirləriniz mənim üçün çox önəmlidir. Əsas məqsədim odur ki, bir balaca sizə toxunma sahəsində köməyim olsun. Bu qayda ilə bütün
ilmələrə tek toxuyuram. Mən bu toxunuşdan çox zövq aldım həqiqətən. Və bu papağı 2 gün ərzində toxuyub qurtardım. Sapı biraz nazik olduğu üçün gec başa gəldi. Ancaq bir balaca qalın sap, yəni hal-hazırda toxuduğum sapla daha tez başa gələcək. Baxın əzizlərim, hər ilməyə bir ədəd toxudum və gəldim sıranın başına. İndi növbəti sıraya keçmək üçün və hündürlük üçün mütləq bir ilmə toxuyuruq. Bir zəncir toxuyuruq və çeviririk deməli toxunuşumuzun ikinci sırasına, tərs üzünə. Bir zəncir toxuyandan sonra baxın burada əsas bu incə nöqtə bundan ibarətdir. Biz milçəni arxa ilmədən batırırıq. Bir dənəsini götürüb toxuyuruq və bir-birinin içindən çıxardırıq. Buna ilmə sürüşdürmə deyirlər, yəni birləşdirmə qaydası deyirlər. Baxın bu qayda ilə. Arxa ilmədən, bax ilmənin arxasını bir qat götürürük, ipi götürüb ikisinin də içindən çıxardırıq. Bax belə bir görüntü alınır. Sümbül formasında. Çox sıxmırsınız. Çünki sıxsanız növbəti dəfə ora milçə girməyəcək və siz çətinlik çəkəcəksiniz. Baxın, arxa ilməni götürüb toxuyuruq. Yəni ilmənin bir qatı ön tərəfdə qalır. Ən sadə variantdır. Çox gözəl texnikadır, toxuma texnikasıdır. Bu texnikadan istifadə edib koftaların qol hissəsini, manjet hissəsini, rezinka, yəni toxuya biləcəyiniz hər yerdə bu texnikadan istifadə edə bilərsiniz. Sunut toxuya bilərsiniz, papaq toxuya bilərsiniz, şərf toxuya bilərsiniz. İstədiyiniz deməli geyimi bu metodla toxuya bilərsiniz. Ancaq arxa ilmədən. Yəni bu sümbül kimi görsənən yerin ortasına batırırıq. Ortasına batırıb arxadan ip götürüb bir-birinin içindən çıxardırıq. Mən sizinlə danışa-danışa baxın, burada səhv elədim əslində. Çünki danışıram, fikrim yayıldı və səhv elədim. Bu belə bir toxunuşda toxumaq olar, ancaq mən ipsiz sütun toxudum. Yəni ilmələri bir-birinin içindən keçirtmədim. Ona görə toxuduğumu sökürəm, üzürlü hesab edin. Baxın bu qayda ilə bir-birinin içindən keçirtməliyim. Bir-birinin içindən. Yəni götürdüyüm ipi hər iki ilmənin içindən keçirdərək toxuyuram. Səhv elədiyim əslində səhv deyil, ancaq o başqa bir metoddur. Ona görə mən hal-hazırda bunu ən sadə metodunu toxuyuram. O variantla da toxumaq olar. Onda biraz fərqli alınır toxunuş. Onda İngilis rezinkasına oxşuyur toxuduğumuz. Yəni ondan da istifadə edib toxuya bilərsiniz. Baxın, axırıncı ilməyə gəldik. Axırıncı tərs, yəni arxa ilməmizdə toxuduq. Belə bir görüntü alındı. Hər sıranın axırında mütləq bir ilmə toxuyub növbəti sıraya keçirik. İndi yenə eyni qaydanı, yəni bu toxuduğumuz ilməyə dəymirik. Onun yanındakına milçəmizi batırıb bir-birinin içindən keçirdirik. Ancaq arxa ilmələrdən.
Bu toxunuşun sirri bundadır. Bir balaca səbir tələb eləyir. Çünki bu normal toxunuşdan biraz gec başa gəlir. Yəni deyək ki, siz hardasa 10 dəqiqəyə belə deyək də 20 santimetr bir detal toxuyursunuzsa normalda, bu toxunuşla yəqin ki bir 15-17 santimetr toxuya bilərsiniz. Və toxunuşumuz çox sıx alınır. Gözə görürsünüz, mən bu incə sapla belə qalın bir papaq toxumuşam. Ona görə çox qalın sap seçməyin. Bu toxunuşu əgər bu texnikanı toxuyacaqsınızsa, nisbətən incə sapdan istifadə edin. Təxmini bir 300 metrlik bir sapdan, 280 metrlik bir sapdan istifadə etsəniz, toxunuş çox gözəl alınacaq, qalın alınacaq. Baxın, bir-birinin içindən çıxartdım. Bir neçə sıra toxuyuram ki, o görüntü görünsün. Təkrar bir zəncir toxuyuruq. Axırdan ikinci ilməyə giririk, batırıq və toxunuşumuza davam edirik. Ümid edirəm ki, aydın görünür. Baxın, arxa ilməyə girdim, sapı götürüb milçənin üstündəki 2 ilmədən də çıxardıram. Arxa ilmədən girdim, sapı götürüb çıxardım, ikisindən də çıxardıram. Baxın, mən toxudum. Belə bir, görürsünüz, bir tərs, bir düz mil toxunuşu kimi. Tərsi də eyni qaydadadır, düzü də eyni qaydadadır. Çox gözəl görsənir, çox zövqlüdür. Mən bunu nümunə üçün toxudum. Yenə deyirəm, bu toxunuşdan istifadə edib hər şeyi toxuya bilərsiniz. Sap seçiminiz, ip seçiminiz fərqli olarsa. İndi mən bir balaca bu papağı necə toxudum, onunla bağlı məlumat vermək istəyirəm. Deməli, ilk başladım toxumağa 60 zəncirdən, 60 ilmədən bu sapdan istifadə etdim. Orta qalınlıqda bir sapdır. Baxın, bu daha yumuşaqdır. Yəni, indi toxuduğum sapdan bir balaca incədir. Təxmini bir 300 metrlik bir sapdır. Və bu ölçünü almaq üçün mən bu papağı özümə toxumuşam. 60 zəncir götürdüm, 60 ilmə götürdüm. Bax, burada bu 60 ilmə buradadır. Bu hissəsindədir. Qoyun, ortada göstərim lab. Yəni, bu klen hissəsindədir. 60 ilmə, yəni 60 zəncir toxuyandan sonra bir sıra zəncirin üstünü eyni toxunuş texnikası ilə toxuyuram. Təkrar geri qaydanda, yəni bu hissə, başlanğıc buradır, axırı buradır. Buradan başlayaraq toxudum 60 zəncir. Üstünü bir sıra toxudum. Deməli, bura qaydanda 60-dan 2 dənəsini toxumuram, 58 dənə toxuyuram, geri qayıdıram. Burada bir zəncir, hündürlük qalxıram, yəni bir zəncir toxuyub, növbəti sıraya keçəndə təkrar gəlirəm. Burada 58 dənə toxuduğumun 2 dənəsini toxumuram, 56 dənə toxuyuram. Yəni, bu qaydada hər dəfə buradan 2 dənə azaldaraq, təxmini 46, yəni 46 olana qədər bu, deməli, əməliyyatı davam elətdirirəm. 46 olandan sonra təkrar toxuyub gəlib, o birisi, deməli, proses necə baş verir?
bu dəfə artırmağa başlayıram. 46'nın üstünü toxuyub gələndə təkrar o 2 dənəni də toxuyuram. 48 olur, sonra 50, sonra 52, sonra 54. Yəni əvvəl azalda toxuyuram, sonra artıra toxuyuram və belə bir görüntü alınır. Bu prosesi 4 dəfə eləyirəm. Baxın, 1, 2, 3, 4. Yəni bu qayda ilə toxusanız, görüntü özü bu formanı alacaq. Baxın, belə bir maraqlı görüntü alındı. Ondan sonra axırıncı sırada da birləşdirməliyəm. Yəni axırda yenə gəlib 60 olmalıdır. Yəni 60'dan azalda 46'ya gəlirəm. Sonra 46'dan artıra 2. Hər dəfə, hər sırada 2 dəfə artırıram. Yəni bir sıradan bir düşür də. Elə bir ki 46 dənə oldu. Yenə üstünə 46 toxuyuram. Bu tərəfə qaydanda 46'nı toxuyub təkrar 2 dənə buradan götürüb, yəni artırıram, 48 edirəm. Yəni bu şəkildə əvvəl azaltmaqla, sonra artırmaqla deməli toxunuşun axırına gəlib çıxırıq və axırda yenə də başlanğıcdakı kimi 60 ilmə olmuş olur. Və ondan sonra, yəni sap əlbəttə ki axırda qalır. Ondan sonra mən deməli birləşdirirəm. Bir balaca birləşdirmişəm. Birləşdirmə qaydası da yenə ilmək sürüşdürmə qaydası ilə yəni aparılır. Deməli bu tərəfdəki ilmənin arxa ilməsindən, yəni birincidən götürürük. O birisi ilmənin də deməli birini götürürük başlanğıc. Yəni bunun arxa ilməsini, bunun ön ilməsini. Yəni sap altda olur, altdaki sapı götürüb bir-birinin içindən çıxardırıq. Baxın, təkrar göstərəcəyim. Ön ilməni götürürük, arxa ilməni götürürük. O birisi tərəfdən də öndəki ilməni götürüb sapı üçünün də içindən çıxardırıq. Yəni bir ip milçənin üstündə qalır. Biri ön, arxa və növbəti ipi hamısının içindən çıxardırıq. Bu birləşdirmə qaydasıdır. Baxın, belə bir görüntü alınacaq. Görürsünüz, belə, yəni heç bilinmir, heç bəlli olmur ki, yəni burada calaq var. Yəni birləşdirmə qaydası bilinmir. Bu qayda ilə axıra qədər mən papağın deməli kəllə hissəsinə qədər birləşdirib sizə göstərəcəm. Deməli mən birləşdirdim. Baxın, belə bir maraqlı papaq alındı. Sapı gizlədəcəyəm. Görürsünüz nə gözəl, elastik, çox gözəl. Çox gözəl bir, deməli, toxumaq texnikası ilə belə maraqlı bir toxunuş oldu. Əgər bu toxunuşu bu cürə toxumaqda çətinlik çəksəniz, dümdüz də toxuya bilərsiniz. Yəni 60 ilmə toxudunuz. Yəni tərsini də, düzünü də 60 ilmə eyni qayda ilə toxuyursunuz. Onda bu bir tərəfindən büzəcəksiniz və büzəndən sonra belə papaq forması alınacaq. Diqqətinizə görə təşəkkür edirəm. Ümid edirəm ki, toxuduğum bu texnika sizin xoşunuza gələcək. Növbəti videolarımızda görüşənə qədər.